Bu yaşımda mən düşmüşəm bu uşaqlara, yəni ki, taksi aparıb gətirir. Amma yəni qorxumdan gənə gəlirəm ki, gözüm uşağın üstündə olsun. Bir evə girirlər normal yox, ikinci evə girdiyində başlarını örtürlər, çatalan şəkildə girirlər. Bir neçə qadının kəndbəkənd gəzərək uşaq uğurlamağa cəhd göstərməsi ilə bağlı yayılan iddialar Marniuli və Qardabani sakinləri arasında ciddi narahatlığa səbəb olub. Sosial şəbəkələrdə valideynlərin bir-birini ehtiyatlı olmağa çağıran paylaşımları, eləcə də həmin qadınların müşahidə kameralarına düşdüyü iddia edilən görüntülər əhali arasında təşvişi daha da artırıb. Xəbər yayılandan sonra oğlan onsuz da özüm aparıb getirdim. Kızı bu xəbərdən sonra özüm apardım getirdim. Son zamanlar sosial şəbəkələrdə uşaq uğurlamağa cəhd halları ilə bağlı iddialar yayılır. Söz gedən məsələni öyrənmək üçün Marniuldakı məktəblərə üz tutduq. Uşaqlarının məktəbdən çıxmasını gözləyən valideynlər bizimlə söhbətlər zamanı qeyd etdilər ki, onlar hazırda təşviş içindədirlər və uşaqlarını məktəbə hər gün özləri aparıb gətirməli olurlar. Bu qədər şəbəkələrdə yayıldığına görə, ona görə də ki, uşaqlarını tək buraxa bilmirəm. Hər dəfəsində uşaqlarımın evdə gedib gəlir, artıq qorxularından heç bir zaman getməlidir. Mən özüm ailəmdən barabar çıxırıq, yoldaşım da müəllimədir. Uşaqları barabar gətirib məktəbə qoyuruq və salam. Özü də tavsiyə edirik ki, məktəbdən kənara çıxmayın. Uşaq məhliyə çıxıb oynayanda da dalınla baxırıq, haraya getdi, hardan gəldi. Evdə də tapşırmışam ki, məktəbdən uzağa getmə, taksi gələn kimi taksiyi görəndə onaca yaxın getməz salam, başqa yerə getmə. Deməli, biz də bu məsələ haqqında eşitmişik və uşaqlara həmişə məlumat verir, dərsdə məlumat verir ki, ehtiyatlı olmaq lazımdır. Sizə kimsə müraciət edib, pul təklif eləsələr və yaxud da ki, hər hansısa sizə göstərmək istəsələr, siz onlardan tanımadığınız adamla getməyin. Eşitdiyimə görə Sadaxlıda belə bir Panik Molla oğlunda belə bir söhbət gedir. Bəlkə narahat keçirdim. Bəlkə birinin bir evladı var. Onu uğrasın, aparsın, orqanını çıxarsın. O nə günlə evlad gətiribdi dünyaya. İnsan alveri ilə məşğul olduqları iddia edilən həmin qadınların görüntüləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bəzi valideynlər bununla bağlı Aktualci xəbər portalına müraciət edərək narahatlıqlarını ifadə ediblər. İlk öncə girib evin gəlinindən çay istəyib. Ondan sonra çay istəyəndən sonra deyib ki, mən falada baxıram. Ondan sonra yenə söhbət uzatmaqdan ötürü deyib ki, xəstə uşaq var, ona pul yığıram. Hələ söz arası bununla deyib. Ondan sonra amma qızım yoldaşımın öydə olduğunu görəndə çıxıb gedib belə təntiq şəkildə. Qız şəkilə baxandan sonra görüb ki, yəni bu axtarılan şəxslərdən biridir. Yayılan məlumatlara əsasən bir neçə gün əvvəl Marniuli bələdiyyəsinin Mollaoğlu kəndində naməlum şəxslər azyaşlı uşaqlara 100 lari pul təklif edərək onları aldatmağa və uğurlamağa cəhd ediblər. Oxşar hadisənin Qardabani bələdiyyəsinin Təzikənd kəndində də baş verdiyi iddia olunur. İddiaların dəqiqləşdirilməsi məqsədi ilə Marniuli Təhsil Resurs Mərkəzinə müraciət etdik. Mərkəzin rəhbəri ilə söhbət zamanı o bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir və hazırda bələdiyyədəki məktəblərlə bağlı hər hansı təhlükəli vəziyyət müşahidə olunmur. Olan bu şayələrlə bağlı onu bildirmək istəyirəm ki, məktəb tərəfindən yüksək dərəcədə şagirdlərin təhlükəsizliyi mühafizə olunur və heç bir problemlə üzləşməmişik. Yəni bu şayələrlə bağlı hansı ki orada qeyd olunur ki, uşaqların uğurlanması yaxud da başqa hallar, belə bir hallar baş verməyib. Qeyd edək ki, bir neçə gün əvvəl Azərbaycan hüquq mühafizə orqanları tərəfindən 11 nəfər insan alverçisi Interpol vasitəsilə beynəlxalq axtarışa verilmişdi. Bu xəbər regionda insan alveri və uşaq təhlükəsizliyi ilə bağlı narahatlıqları daha da artırıb.